Tənlik qurmaqla məsələ həlli. Deməli deyir ki, iki briqada evi birlikdə təmir edirlər. Və deyir ki, bir briqada, birinci briqada, ikinci briqadadan 5 gün tez təmir edir. Amma ikisi bir yerdə 6 günə işi bitirirlər. İndi deyir ki, birinci briqada işi neçə günə yerinə yetirər. Tənliyi belə quruq. 1 bölünsün birinci briqadanın işi x-5. Üstəgələ 1 bölünsün x bərabərdir 1 bölünsün 6 şəklində. Deməli, kəsirlərin toplanılması zamanı məxrəcə vururuq. X vurulsun x-5. Bir də çarpaz vururuq. 1-i x-ə vururuq x. 1-i x-ə vururuq x. 1-i -5-ə vururuq -5 eləyir. Bərabərdir 6-da 1. Vurub açırıq məxrəci. X-i x-ə vururuq x kvadratı. X-i 5-ə vururuq 5x. X-ləri toplayırıq 2x çıx 5. Bərabərdir 6-da 1-ə. Sonra bunu çarpaz vururuq. X kvadrat çıx 5x-i 1-ə vuranda x kvadrat çıx 5x eləyir. 6-nı 2x-ə vuranda eləyir 12x. Və 12x 6-nı 5-ə vuranda -30. Və gətirib tərəf-tərəfə yığanda bu bərabərliyi x kvadratı çıxılsın 17x üstə gələ. Niyə 17? Bu -5x-dir. Bu 12x sol tərəfə keçəndə -12 olur. Olur 17x. Bu mənfi bu tərəfə keçəndə +30 bərabərdir 0-a. Viyyət teoreminə əsasən hansı ədədlərdir ki, hasili 30 cəmi 17 eləyir. 15 ilə müsbət 2-dir. Amma 2-ni götürmürük. Ona görə ki, gətirib 2-ni bura qoyanda briqadanın işi mənfi alınır. Deməli 15-dir. 15-dən 5 çıxırıq. Bu da bərabərdir 10 günə yerinə yetirək.